Yenə yorumlar hissəmizə səhifə 69-dakı birinci misalın izahı gəlib. Sadəcə biz adi kəsirləri hələ başlamadığımız üçün ona görə səhifələri bir-bir yazıb paylaşa bilmirəm hələ ki. Yenə kimin nə sualı olsa yaza bilər. Mən belə qısa şəkildə izah verib videolarını çəkəcəm. Deməli, birinci sual deyir ki, təsvirlərə uyğun vurma əməlini yazın və hasilini tapın. Burada sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə onda 1 var. Burada baxsaz, öz kitabda, yəqin kitabınız var. Orada görərsiniz 1, 2, 3 dənəni götürüb onda 3. Zaten onsuz da bunları topladığımız zaman onda 3 eləyəcək. 1, 2, 3. Yenə onda 3 yazılmalıdır. 1, 2, 3. Yenə onda 3 yazılmalıdır. Burada yəni bu səhv yazılıb. Burada olmalıdır onda 3. Bu hissədə də olmalıdır onda 3. Yəni 9 dənədir. 9 dənəni 3 hissəyə bölüb onda 3, onda 3, onda 3 kimi yazıb. Biz məsələn natural üslü qüvvəti keçəndə də belə bir misallar var idi ki, məsələn verilirdi ki 3 vurulsun 3 vurulsun 3. Bu nə demək idi? Yəni 3 üstündə 3 şəkli qüvvət şəklində yazanda bu şəkildə yazardı. Amma 3 üstə gələk 3, üstə gələk 3. Hasil kimi yazmağımızı istədiyi zaman nə edirdi? 3'ü vururduq. Neçə dənədir? 3'ə. Yəni 3 3'üm 9. 3'ün üstünə 3 gələndə 6, 6'ın da üstünə 3 gələndə 9. Eyni məntiqlə də. Burada neçə dənə 3 var deməli? 1'dən onda 3 var. 1 dənə, 2 dənə, 3 dənə. Onda misalımızın birincisi olacaq. 3 vurulsun. 3 bölək 10. Yəni onda 3. Biz vurulmadan da bilirik ki, sürətə vuracaq. Sürətdə yazacaq. 3 3'ə vuracaq. 9. Onda olduğu kimi qalacaq. Keçək ikincisinə. İkincisində nə deyir? Deyir 8'də 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu doğru yazıb. Yəni 8'də 3, 8'də 3, 8'də 3. Burada neçə dənə 8'də 3 var? Yəni 3 vurulsun 8'də 3'ə. Yenə 3'ü 3'ə vuranda 9 bölək 8. Bu şəkildə. Bunu bu şəkildə yazsaq 8'də 1. Aha. Və üçüncü. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənədir. Burada görürsünüz 5'də 4 yazıb. Burada əslində 8'də 4 olmalıdır. Bunların hamısı 8 olmalıdır. Burada da yanlışlığa yol veriblər. Yəni 1, 2, 3, 4. 4 dənəni bax, onsuz da xətlə də özü ayırıb. 8'də 4, bu da 8'də 4, bu da 8'də